Salamünaleyküm, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Mən Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin. Bugün Ucar rayonunun bir çox küçələrində Ucar Kommunal Müəssisələr Kombinatının işçi heyəti səkilərdə olan və yolun kənarında olan otların biçilməsi ilə məşğul olurdular. Mən də deməli 20 yanvar küçəsində və Abbaszadə küçəsində özüm şəxsən oldum. Gördüm ki, yəni işlər görürlər. Özləri də paylaşımlar ediblər bu haqda. Rayonun başqa küçələrində də hal-hazırda işlər gedir. Mən buna görə Könüllü İctimai Nəzarət Təşkilatı adından Ucar Kommunal Müəssisələr Kombinatının rəhbərliyi başda olmaqla işçi heyətinə öz təşəkkürümü bildirirəm. Və arzu edirəm ki, hər zaman bu şəkildə fəaliyyət göstərsinlər, mütəmadi olaraq bu işlərdən məşğul olsunlar. Yəni, əgər bu işlər mütəmadi olaraq görülərsə, mənə gəlir ki, bu rayonda elə böyük problemlər də olmaz. Çox sağ olun, təşəkkür edirəm. Ucar rayon İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin. Dibine açarsan kızım. Başı tutalım. Bunu yapmak. Burada ortada demir var, demir, vurma var.